Dostlar, sizi bir daha salamlayıram, mənim bacılarım, qardaşlarım. Hər vaxtınız xeyir olsun. Bu günləri sizə öz sevincimi bölüşmək üçün müraciət edirəm. Yəni, o böyük oğlumu toy məclisini yola verdi, yola saldıq. İnşallah Allah onları da xoşbəxt eləsin. Siz də balalarınızdan görəsiz, subaylarınızdan görəsiz, subaylar üçün olsun inşallah. Deməyim odur ki, hökumət nümayəndələri nə qədər öz vətəndaşlarını incitsələr də, vətəndaşlar özlərində güc tapır, imkan tapır, hər cürə fürsət yaxalayıb, övladlarını xoşbəxt günə çıxartmağa çalışır. Düzdür, mənə qarşı o boyda haqsızlıqlar həmişə olduğu bir halda mən də özümdə güc tapa bildim. Övladlarımı mənzillə də təmin elədim, hansı ki, hökumət o mənzili məndən oğurladı, yedi, burunlarından gəlsin. Amma mən özümdə yenə də deyirəm, qüvvət tapdım. Borcla, xərclə, hər neylə də olsa, övladlarımı xoşbəxt eləmək üçün hər cürə çətinliklərə qatlaşdım. Hər ikisinə, hər iki balama ev aldım, evlə təmin elədim. Yenə də deyirəm, mübarizə aparmaq lazımdır və mən bu mübarizəmi apardım. Mənim hələ də imkanım durur ki, hökuməti məhkəməyə verib o mənzili alım. Ancaq hələlik o biri oğlumun da toyunu eləyim. Ondan sonra onlarla çox açıq bir döyüşə çıxacağım, məhkəmə döyüşünə. Sizə bir daha öz təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun. Siz məni təqib elədiyinizə görə çox təşəkkürlər sizlərə.